Salam dəyərli müəllimlər və Müəllimlər Akademiyasının kurikulum təlimçisi Baxşərizadə Çinarə. Bugün sizə çərçivə sənədindən yeni daxil olmuş mövzulardan biri olan Karl Jung'un psixoloji tiplər nəzəriyyəsinin testlərinin bir neçəsinin izahını vermək istəyirəm. Və bu 2026-cı ildə daxil olan bir mövzu olduğuna görə çərçivə sənədinə bilirik ki, imtahanda düşmə ehtimalı da var. Gəlin testlərinə baxaraq bununla daha yaxından tanış olaq. Baxırıq birinci sualımıza. Sualımızda deyilir ki, müəllim sinifdə yeni mövzunu izah etdikdən sonra şagirdlərdən bəziləri müzakirəyə qoşulur. Digərləri isə sadəcə qeydlər aparıb dərsin sonunda fərqli ancaq geniş fikir bildirir. Bu zaman müəllimin psixoloji tiplər nəzəriyyəsinə əsaslanan doğru pedaqoji şərhi hansı olar? Baxın, burada söhbət nədən gedir? Bir dəqiqə qələmimi açım. Deyir ki, bəziləri müzakirəyə qoşulur. Digərləri isə sadəcə qeydlər aparıb dərsin sonunda fərqli ancaq geniş fikir bildirir. Burada söhbət iki şəxsiyyət tipindən gedir. Ekstrovert və introvert şəxsiyyət tiplərindən gedir söhbət. Ekstrovert şəxsiyyət tipinə malik olan şagirdlər müzakirələrdə daha aktiv iştirak edir, sual-cavabda iştirak edir, qrup işlərində aktiv olur, daha çox qrup işlərində işləməyi, öyrənməyi sevir. Amma introvert şəxslər isə bunun tam tərsidir. Onlar hər hansısa bir tapşırığı tək başına yerinə yetirəndə daha yaxşı, daha rahat şəkildə mənimsəyir və daha keyfiyyətli bir nəticə əldə edirlər. Yəni burada onlar özləri üçün qeydlər aparır və sonunda geniş fikir bildirir, digərləri isə müzakirədə iştirak edir, o şəkildə öyrənir. Yəni hər ikisi öyrənmiş olurlar. Fərqli şəxsiyyət tipləri ilə onlara yanaşanda daha yaxşı öyrənə bilərlər. Gəlin indi variantlarımıza baxaq. Deməli, müzakirəyə qoşulanlar daha fəal olduqları üçün mövzunu yaxşı mənimsəmiş sayılırlar. Xeyr, bu yanlış fikirdir. Qeyd etdik ki, introvert şəxsiyyətlər tək başına etsələr də o demək deyil ki, onlar mövzunu mənimsəmir. Baxın, sonunda nə deyir bizə? Deyir, geniş fikir bildirir. Anlayıb ki, fikir bildirə bilib. Baxırıq B variantına. Deməli, qeyd aparan şagirdlər mövzunu anlamaqda çətinlik çəkdikləri üçün dərs prosesində pasiv qalırlar. Xeyr, bu onların şəxsiyyət tipinə görədir. Qeyd etdik ki, özləri üçün qeydlər aparmış olsalar belə, tək başına işləmiş olsalar belə daha yaxşı, o şəkildə daha yaxşı mənimsəmiş olurlar. C variantına baxırıq. Deməli, şagirdlərin enerji istiqamətləndirmə məlumatı emal etmə tərzləri bir-birindən fərqlənir. Bəli, elə cavabımız bu olacaq. C variantı olacaq. Bir-birindən fərqlənir enerjiləri. D variantına baxırıq. Sinifdə ümumi iştirak səviyyəsi qeyri-bərabərdir və bu motivasiya çatışmamazlığından irəli gəlir. Xeyr, burada motivasiyadan söhbət getmir. Yəni, hər biri müxtəlif tərzdə öyrənmə tərzinə malikdirlər. Y variantına baxırıq. Deməli, seçdiyim izah üsulu bütün şagirdlərin öyrənmə ehtiyaclarını eyni dərəcədə qarşılamır. Yenə də dediyimiz kimi söhbət burada bundan getmir. Deməli, doğru cavabımız C variantı olacaq. Baxırıq ikinci sualımıza. Psixoloji tiplər nəzəriyyəsinə uyğun müəllim davranışı ilə bağlı hansı fikir daha doğrudur? Müəllim şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini nəzərə almasını tələb etsə də, bu xüsusiyyətlərin təlim nəticələri real təsir göstərmədiyini qəbul edir. Xeyr, bu yanlış yanaşmadır və ya cavabda elə gördüyümüz kimi təsir edir. Çünki şəxsiyyət tipləri fərqlidir, enerjiləri fərqlidir. Ona görə A variantımız yanlış olacaq. B variantına baxırıq. Müəllim bütün şagirdlər üçün eyni təlim strategiyalarını tətbiq etsə də, psixoloji tiplər nəzəriyyəsinə görə bu yanaşma fərqlərin aradan qaldırılmasına xidmət etdiyi üçün məqsədə uyğun hesab olunur. Xeyr, bu yanlış yanaşmadır. Nəyə görə? Eyni təlim strategiyalarından, stabil təlim strategiyalarından. Yəni, bu yanaşma yanlışdır. Bu doğru deyil. Hər birisini fərqli təlim strategiyalarından istifadə etmək lazımdır. Eyni təlim strategiyalarına sözü özü burada yanlış olacaq. Harada belə eyni, stabil, sabit sözlərini görəndə bilin ki, orada yanlış var. C variantına baxırıq. Müəllim şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq eyni təlim məqsədlərini müxtəlif metodlarla çatmağa çalışmalıdır. Çünki psixoloji tiplər təlim prosesinin gedişinə və nəticəsinə təsir göstərir. Tamamilə doğrudur. Elə C variantı olacaq. Müxtəlif metodlarla eyni təlim məqsədinə çatmaq lazımdır. Yəni, təlim məqsədimiz eynidir, metodlar isə müxtəlif olmalıdır. D variantına baxaq. Müəllim şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini nəzərə ala bilər, ancaq bu xüsusiyyətlər yalnız sinif daxili davranışa təsir göstərir. Xeyr, bu yanlışdır. Müəllimin əsasən şagirdlərin idrak səviyyəsinə fokuslanması, emosional və davranış xüsusiyyətlərini isə ikinci dərəcəli amil kimi nəzərə almasını tövsiyə edir. Bu da tamamilə yanlışdır. Hər birisinə yanaşmaq lazımdır. Həm idrak, həm emosional, həm də davranış xüsusiyyətlərinə yanaşmaq lazımdır. Keçirik növbəti üçüncü sualımıza. Biraz yaxınlaşdıraq. Üçüncü sualda deyir ki, müəllim müşahidə edir ki, şagird qrup müzakirələrində nadir hallarda iştirak edir. Buna baxmayaraq mövzunu dərindən təhlil edir, arqumentləri əsaslı qurur. O, şifahi cavab verməzdən əvvəl düşünməyə ehtiyac duyur. Burada sizcə söhbət nədən gedir?
Burada müəllimlər söhbət introvert şəxsiyyət tiplərindən gedir. Yəni onlar nadir hallarda müzakirələrdə iştirak edir, amma buna baxmayaraq mövzunu dərindən təhlil edir. Yəni tək başına daha rahat başa düşür və tək başına daha yaxşı təhlil edir. Əsaslı arqumentlər qurur. Və o şifahi cavab verməzdən əvvəl düşünməyə ehtiyac duyur. Müəllim bu müşahidəyə əsaslanaraq hansı qərar versə daha doğru olar. Şagirdi müzakirələrdə daha tez söz almağa təşviq edə bilər. Sizcə bu doğru olacaqmı? Yəni bu şagird özü tək başına edəndə daha rahat edir. Müzakirədə daha tez söz almağa təşviq etmək doğru yanaşma olacaqmı? Xeyr, bu doğru deyil. Yazılı və şifahi fəaliyyətlər arasında balans yaratmaq, burada yəni bərabər şəkildə tənzimləməkdən söhbət gedir ki, xeyr, bu da introvert şəxsiyyət tipinə uyğun gəlməz. Qrup işlərdə onu daha çox icra edici roluna yönəltmək, bu sanki birazcık məcburiyyət rolunda olacaq uşaq üçün. Bu da doğru yanaşma olmaz. Düşünmə tələb edən yazı fəaliyyətlər əsasında təlim təşkil etmək. Bəli, burada doğru yanaşma ilə B variantı olacaq. Çünki o yazılı fəaliyyətlər əsasında daha yaxşı düşünərək daha əsaslı arqumentlər gətirə bilir. B variantına baxırıq, şagirdi şifahi cavablara daha fəal cəlb etmək. Burada da söhbət ondan getmir, çünki onun şəxsiyyət tipi daha tək başına, necə deyim, özü üçün arqumentlər gətirərək, təhlil edərək etmək daha rahat gəldiyinə görə B variantımız da doğru yanaşma olmayacaq. Sonra